Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, əlhamdülillah, Allah bizə mübarək Ramazan ayına yetişməyi nəsib etdi. Ramazan ayında bir çox hadisələr baş verib. Quran-ı Kərim məhz bu ayda nazil olub. Bu ayda Bədr döyüşü olub və müsəlmanlar bu döyüşdə qalib gəliblər. Bu ayda kədərli bir hadisə də baş verib. O haqda qısa danışmaq istəyirəm. İmam Buxari Rahiməhullahın Tarixül Kəbir əsərində nəql etdiyi səhih rəvayətdə xəbər verilir ki, Hicrətin 40-cı ilində Ramazanın 21-ci gecəsinin səhəri möminlərin əmiri Əli ibn Əbi Talib radiyallahu anhu şəhid edilib. Həmçinin İmam Muslimin rəvayət etdiyi səhih hədisdə xəbər verilir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələri ilə birlikdə Hira dağının üzərində idi. Əli ibn Əbi Talib radiyallahu anhu da onların arasında idi. Onda dağ silkələndi və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, ey Hira, sakit ol, sənin üzərində bir Peyğəmbər, bir Siddiq və şəhidlər var. Diqqət edin, Rasulullah sallallahu aleyhi və səlləm əvvəlcədən Əli ibn Əbi Talib radiyallahu anhunun şəhid olması barədə xəbər vermişdi. Əli ibn Əbi Talib radiyallahu anhu vəfat etməmişdən öncə İslam ümmətinə gözəl nəsiyyət edir. Bax, əsas söhbətimizin bu yerinə diqqət edin. Bu gözəl nəsiyyətə diqqət edin. Əli ibn Əbi Talib radiyallahu anh deyir ki, sizə Allahdan qorxmağı nəsiyyət edirəm. Fani dünya sizə aldatmasın. Dünya malını itirdikdə kədərlənməyin. Yetimlərin qeydinə qalın. Çarəsizlərə yardım edin. Zalıma qarşı mübarizə aparın. Məzluma isə kömək edin. Daim haqqı deyin və axirəti qazanmaq üçün yaşayın. Quranda buyurulanlara əməl edin və Allahdan başqa heç kəsdən qorxmayın. Əziz müsəlmanlar, Allahdan istəyimiz budur ki, bizə örnək götürəcəyimiz belə sahabələrlə Firdovs cənnətində görüşməyi nəsib eləsin. Subhanakallahumma və bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.